Bir kişinin anası dünyasını dəyişmişdi. Yuxuda anasını gördü. Çox narahat halda yuxudan durdu. Xanımını səslədi. Gecənin bir aləmi. Tezə dünyasını dəyişmişdi anası. Dedi, xanım, anamın adından ehsan vermişsən? Dedi, bəli. Dedi, hansı qabda vermişsən? Dedi, o nə sualdır? Yəni, xanım da nə gözləyir? Kişi buna bir çox sağ ol desin də anamın adından ehsan vermişsən. Deyir, hansı qabda vermişsən? Dedi, o nə sualdır? Dedi, bilmirəm. Anam yuxuma gəldi. Dedi ki, oğlum, göndərdiyim paya görə çox sağ ol. O ehsan çatıb. Amma qabından utandım. Hansı qabda vermişdim? Gəlin dedi ki, hə. Dilənçi gəldi qapıya, dedi, acan, mən də elə tezə yemək pişirmişdim. Elə fikirləşdim ki, qaynanamın adından ehsan verimdi. Niyyət elədim analı. Baxdım ki, hansı qabda versəm, qabdala qayıdmayız yaxı. Hansı servizi körləyək, hansı madonnanı körləyək. Say azalır axı. Deyir, ora baxdım, bura baxdım, bir qab tapmadım ki, yemək tökün verin buna. Hamamda bir dəmir qab ki var idi, ona su tökürdük. Götürdüm onda, yeməyi çəkdim, verdim ki, o qab qayıdmayacaq, qayıdmasın da. Dedi, hə, anam dedi mənə ki, paya görə çox sağ ol, amma qabından utandım oğlu, nə qab idi göndərmişdi. La tənalul birrə hətta tunfiqu mimma tuhibbun. İnsan sevdiyindən keçə bilməsə bir əcri olmaz onun. Hətta kömək edirsən, ha, Həzrət Əli əleyhissalam buyurur, elədiyin köməyi səndən kömək istənilmədən elə. Onda 100% fəzilət əldə eləyəcəksən. Dedilər, ağa, istəniləndən sonra eləsək. Dedi, yaxşı işləyək, amma fəziləti 50% düşəcək aşağı.